Mütəşəkkil cinayətkar qrupun üzvlərinə bugün prokurorluq tərəfindən rəsmi ittiham irəli sürüləcək. Söhbət ABŞ və Kanada vizalarının alınmasında kömək təklif edən qruplardan gedir. Onlar bunun müqabilində müəyyən məbləğdə pul alırdılar. Təqsirləndirilən şəxslər saxta sənədlərdən istifadə edir, həmçinin saxta hekayələr hazırlayaraq vətəndaşlara viza almağa söz verirdilər. Ümumilikdə 3 nəfər saxlanılıb, 6 nəfər barəsində isə cinayət təqibi başlanıb. Cinayət əməli 9 ildən azadlıqdan məhrum etmə cəzası nəzərdə tutur. ABŞ səfirliyi cinayətkar qrupların saxlanılmasına görə Gürcüstan prokurorluğuna təşəkkür edib. Səfirliyin bəyanatında bildirilir ki, təqsirləndirilən şəxslər prokurorluq və ABŞ səfirliyinin regional təhlükəsizlik xidmətinin birgə əməliyyatı nəticəsində ifşa olunublar. Tbilisidə avtomobil Kür çayına düşüb. Hadisə Kürün sol sahilində baş verib. Hadisə yerində gecə boyu hüquq mühafizə orqanlarının əməkdaşları, təcili tibbi yardım və fövqəladə halların idarə etmə xidmətinin əməkdaşları səfərbər olunublar. Xilas etmə əməliyyatı hazırda da davam edir. Avtomobil isə hələ tapmaq mümkün olmayıb. Faktla bağlı Daxili İşlər Nazirliyi tərəfindən Cinayət Məcəlləsinin 276-cı maddəsi ilə araşdırma başlanılıb. Bu maddə nəqliyyatın hərəkət təhlükəsizliyi və istismar qaydalarının pozulmasını nəzərdə tutur. Tbilisi Avropanın Milli Metrologiya İnstitutları Assosiasiyasının 20-ci baş ansambleyasına ev sahibliyi edir. Ansambleyada Avropa ölkələrinin metrologiya institutlarının beynəlxalq təşkilatları və tərəfdaş qurumların nümayəndələri iştirak edirlər. Ümumilikdə 40 ölkədən 110-dan çox nümayəndə tədbirə qatılıb. Ansambleya çərçivəsində metrologiyanın strateji inkişafı, tədqiqat və innovasiyaların gələcək prioritetləri, rəqəmsal transformasiya, davamlılıq və texnoloji müstəqillik kimi mövzular müzakirə olunur. Tədbir iyunun 5-də başa çatacaq. Almaniyanın Gürcüstandakı səfiri radioya verdiyi rezonans doğuran müsahibədən sonra jurnalistlərin suallarını cavablandırmaqdan imtina edib. Peter Fisherin müsahibəsi siyasi dairələrdə geniş müzakirələrə səbəb olub. Şalva Papaşvili sosial şəbəkədə yazıb ki, əslində Peter Fisherin bəyanatı Almaniya tarixinin yaratdığı həssaslığın ifadəsidir. Keçmişin silinməsi daha böyük bir kimlik içində ərimə kimi təqdim olunur. Qeyd edək ki, Almaniya səfiri müsahibəsinin böyük hissəsini Gürcüstan hakimiyyətinin tənqidinə həsr edib. Zurab Tseleteli Müasir İncəsənət Muzeyində İtaliya Respublikasının yaranmasının 80 illiyi münasibətilə təntənəli tədbir keçirib. Tədbirdə rəsmi şəxslər çıxış edib. İtaliya və Gürcüstan dövlət himnləri səsləndirilib. Mərasimdə diplomatik korpusun üzvləri, biznes və mədəniyyət sahələrinin nümayəndələri, eləcə də Gürcüstanda yaşayan İtaliyalılar iştirak ediblər.